Salam, hər vaxtımız, gününüz xeyirli, uğurlu olsun, hörmətli izləyicilərimiz. Yenə də həmişəki kimi gözəl evlərimizlə sizləri çalışırıq ki, məmnun edək. Masazır qəsəbəsidir, gözəl bir ərazidə yeni inşa edilmiş məktəbin ərazisinə yaxın, yəni tam yaşayışlı, yüksək, təmiz havası olan bir ərazidə şəxsi tikili bir həyət evimiz satışdadır. Ümumi 2.5 sotda inşa edilib, çıxarışdı sənətdə. Baxın, dəyərləndirin, maşallah. 3 otaq, yerdən kürsülü, 4 dövrəmə qoşadaşla inşa edilmiş, belə bir bağlı, bağçalı, kamera sisteminə qədər gözəl darvazası, sağda görürsünüz, maşallah, güllər, solda da necə lazımdır, qəşəng də bölgü olunub. Ümumiyyətlə, bu həyətdə, yəni evin daxilində nə varsa, şəxsi əşyalardan başqa, hamısı da qiymətə daxildir, qiymət də ki, maşallah, super, yəni dəyərindən qat-qat aşağı. Bunu axıra qədər getməyəcəm, qarşıda sonda hindi, arxaya da yer var, yəni 4 dövrəmə evi hərləmək olur. Səliqə, sahmana baxın, maşallah, hər şey düşünülüb, hər şey nəzərə alınıb. Çox zövqlü bir insandır, sahibi həqiqətən də belə də ki, görünür. Mən qısa çəkiliş edəcəm sizdən, kürsüdən, padvaldan ki, arxayın olasınız ki, yəni nəmişlik yoxdur, qupquru görürsünüz, qış tədariki də artıq görülüb. Bu hissədən də bir qısa çəkiliş edeyim ki, yəni buradan da axıra qədər getmək olur. Evimiz möhtəşəm, 4 dövrəvə bir daha gətirirəm, qoşadaşla inşa edilib, qiymət əla, çıxarış və əşyalı. Keçirik daxilinə. Keçməmişdən öncə bir qapıdan da bir gözəlliyi bir də çəkim sizə, maşallah. Qiymət də əladır, bir balaca sizi intihazlarda qoyacam, yəni sonda qiyməti deyəcəm. İlk öncə bu gözəlliklə tanış olun, maşallah, həqiqətən də gözəl, adam ürəyi açılır, dəhlizdən girəndə, proyekt də qəşəng, sağda möhtəşəm bir mətbəx, yəni möhtəşəm dedikdə dərdi izləyicilər, nə əşya görürsünüz ki, hamısı yüksək səviyyədə, bahalı materiallardır. Televizordur, stoldur, membrandan yığılmış mətbəx dəstidir, soyuducusudur, paltaryandı, bir sözlə. Bunlar hamısı qalacaq, qab-qaşıq şəxsi istifadə üçün onlar götürüləcək, təbii ki. Və sola keçək. Maşallah, salon. Rəng seçimi əla, hamısı düşünülüb. İstəyir divər kağızları, pərdəsinə qədər. Yəni, dizayn əla, seçim gözəl, qiymətdəki super. Daha nə lazımdır? Kondisioner, televizoru, kün divanı. Və burada da yenə belə bir otaqdır. Yataq otağı kimi, uşaq otağı kimi rahat istifadə edə bilərsiniz. Köznə əlaqədar girsiniz, küncədə yığılıb. Sanitar qovşağı evin baş hissəsindədir. Tavan, asılma tavan, moydadır, unitaz, duş, güzgü işıqlı. Yəni, hamısı da son modeldir. Belə də görünür ki, bahalı materialdır və yataq dəstimizdəki yenə də hamısı da qalacaq. Divan, taxt, şkafı, bir sözlə istilik sistemi də ki, kombidir. Hörmətli izləyicilərimiz, 3 otaq, yerdən kürsülü, 2.5 sotda inşa edilib. Çıxarış var. Yəni, evə də rahatlıqla asan xidmətdən və yaxud hər hansı bir notariusdan ala bilirik. Demək, hörmətli izləyicilərimiz, qiymət 92.000 manatdır, endirim cüzü olunacaq, baxın, salışın, dəyərləndirin. Yəni, bu yetərincə endirilmiş bir qiymətdir. 2.5 sotda belə bir şəxsi tikili. Baxın, hər halda çox nadir hallarda rast gəlinəsi bir variantdır. Biz çalışdıq ki, maksimum dərəcədə sizləri məlumatlandıraq və sizdəki razı qalasınız. Təqdimatda da çalışdım ki, doğru dürüst məlumatları çatdırım. Əlavə suallarınız olarsa, əlaqə nömrəsini zaten qeyd edirik. Buyurun, müraciət edin, sağ olun və sağlıqla